Məsələ ondadır ki, Rusiya prezidenti Vladimir Putin və vasitəçilik missiyasını təklif edib. Eyni zamanda son günlər Putinin Netanyahu ilə və Türkiyə prezidenti Cənab Ərdoğanla telefon danışıqları, Putin-Trump telefon danışıqları, bunlar hamısı İran-İsrail müharibəsi ilə bağlıdır. Bu danışıqlar hamısı olub, amma nəticə yoxdur. Və bu halda İranla bağlı strategiyası ilə bağlı Netanyahunun fikirlərini xatırlatmaq istəyirəm. O söylədi ki, ölkəsi bu müharibənin nə vaxt bitəcəyini söyləyə bilməz. Onun nə vaxt bitəcəyini, yəni proseslərin gedişatı göstərəcək. Nə qədər lazımdırsa o qədər də biz döyüşəcəyik. Ta strateji hədəflərimizə çatana qədər. Hədəf dediyim kimi nədir? Nüvə obyektlərinin tamamilə ləğvi, ballistik raket istehsal edən obyektlərin və PUA istehsal edən obyektlərin tamamilə məhvi və hətta hakimiyyətin devrilməsinə qədər getmək istəyirlər. Yəni göründüyü kimi bu çox mürəkkəb vəzifələ həll edilməsi üçün ola bilsin həftələr, hətta ola bilsin aylar çatmaya bilər. Yəni məsələ bu qədər gəlizdir. Və həm də bu dediyim İsrailin güddüyü strateji vəzifələrə çatmaq üçün onun hesab edirəm ki, hərbi gücü, o potensialı çatmaya bilər. Belə olan vəziyyətdə onun əsas müttəfiqi Birləşmiş Ştatlardır. Başqa dövlətlərin qoşulma ehtimalı. Xüsusilə Birləşmiş Ştatların köməyi olmadan dediyim strateji vəzifələrin ötəsindən gəlmək İsrail üçün asan məsələ deyil. Və Birləşmiş Ştatların mövqeyi isə belədir ki, onlar bu müharibədə iştirak etmədiklərini bildiriblər və müharibənin bitməsini istəyirlər. Sadəcə yetər ki, İran tərəfi o nüvə sazişinə imza atsın. İmza atsın. Amma bu gün baş verən hadisələr, onu biz izləyirik, məlum olur ki, Birləşmiş Ştatlar deyəsən İsrail tərəfində müharibə qoşulmaq istəyir. Və bunun elementləri göz qabağındadır. Bu gün artıq dünya mətbuatı, Avropa mətbuatı, eyni zamanda Rusiya mətbuatı belə bir məlumat yaydı ki, Birləşmiş Ştatların hava tankerləri deyirlər. Bir var su tankerləri, bir var hava tankerləri. Yəni söhbət o təyyarələrdən gedir ki, onlar çox ağır, çox böyük dağıdıcı gücə malik vakuum bombalarını daşıyırlar. O bombalar ki, məsələn, yerin altında hansı dərinlikdə olsun, əgər nüvə obyekti qurmusansa, oranın zənginləşdirməsi həyata keçirilirsə və o çox ciddi laylarla örtülübsə və orada adi silahlarla düşmək və onu məhv etmək mümkün deyilsə, bunu ancaq ağır vakuum bombalarını etmək olar. O vakuum bombalarını da hava tankerləri deyirlər, onlar daşıyırlar. Və məlum olur ki, artıq o video görüntülər yayılıb ki, Atlantik okeanı keçmə istiqamətində, yəni yaxın şərq istiqamətində həmin o hava tankerləri uçuş həyata keçirirlər. Deməli, istiqamət yaxın şərqdə İsraildir. İsrailə gəlib həmin o nüvə obyektlərini, çox yerin dərin qatında yerləşən və çox ciddi mühafizə olunan o obyektləri məhv etmək üçün həmin o nüvə yox, həmin o vakuum bombaları gətirilə bilər. Və çox nadir hallarda həmin o hava tankerləri hərəkətə keçirilir və bugün o baş verməkdədir. Və çoxlu sayda belə təyyarələr İsrail istiqamətində uçublar və bu uçuşlar göstərilib ki, mətbuat yayılarkən söylənilirdi ki, bu hava tankerləri Atlantik okeanı ya artıq yarısını keçir ya da ki, artıq yekunlaşır okean və yaxın şərqə istiqamətlənirlər. Və onlar gəldikdən sonra belə olan vəziyyətdə İsrail tərəfdə Birləşmiş Ştatlara məxsus bu nəhəng dağıdıcı silahların tətbiqi sırf zaman söhbəti, yaxın günlər məsələsi ola bilər. Və belə olan vəziyyətdə o texnikadan, o bombalardan istifadə nəticəsində İranın hər hansı bir nüvə obyektinin sağ qalacağı ehtimal çox aşağıdır. Çünki onlar partlayarkən sanki bir nüvə partlayışı effekti yaradırlar, bir zəlzələ effekti yaradırlar. Və bu nöqteyi nəzərdən istisna deyildi ki, birinci məqsədə çatmaq daha sürətlənsin. Eyni zamanda İsrailin verdiyi məlumata görə İranın hava məkanı İsrailin əlindədir. Və paralel şəkildə bir məqamda diqqətdən yayınmır ki, bu hava tankerlərinin Atlantik okeanı boyunca Birləşmiş Ştatlardan hərəkətə keçib İsrail istiqamətində uçduğu bir reallıqda Birləşmiş Ştatların prezidenti Trump bəyan etdi ki, daha doğrusu İran əhalisinə müraciət etdi ki, Tehran şəhərini tərk edin. Çünki niyə tərk edin? İnsanlar şəhərdə yaşayırlar. Niyə kütləvi şəkildə və tezliklə tərk edin? Deməli, həmin şəhəri yerinə yeksan etmək istəyirlər.